Çindən olan bir ana millətcə başqa ananın uşağını necə yalvardığını gördü. Bu adi bir qum meydançası idi və cavan ana əlləri paketlə dolu 3 yaşlı uşağını razılığa salmağa çalışırdı. Nə olar, tez yığışaq, evə tələsirik, mən çox yorulmuşam, sənin üçün nəsə şirniyyat alaram, getməliyik bala. Eyni yaşda uşağı olan cin adam bunu bir 5 dəqiqə müşahidə etdi və soruşdu. Sizdə hər şey çox qəribədir. Siz daim uşağınızı yalvarırsınız. Elə bil öz uşağınızdan qorxursunuz və sözləri hədəfə çox düzdəydi. Biz özümüz ailəmizdə demokratiya ideyalarından böyüyən bir nəsilik. Mənə elə gəlir ki, bəzən biz çaşmışıq. Əsl valideyn nüfuzunu sonsuz qutarmayan danışıqlarla yerinə yetiririk. Sərhədləri isə bəzən bazara çeviririk. Balaca uşaqlarımız bu çaşqınlığı çox yaxşı hiss edirlər və artıq bundan istifadə edirlər. Biz özümüzə nə məsləhət verə bilərik? Hörmətli, sevimli və əziz analarımız, birinci növbədə çərçivələri yaradın. Bu faktların çox sakit və əminliklə bildirilməsidir. İndi oyuncaqları yığışdırırsan, sonra isə evə gedirik. Şalvarı geyinirsən, çünki çöl soyuqdur. Burada nə sual var, nə xahiş, nə də qıcıq. Sadəcə bir həyat ardıcıllığını göstərirsiniz. Böyüyün məsuliyyəti hiss olunur və uşağın qaydaları bilməyi formalaşır. İkincisi, siz xahiş etməyin, siz seçim verin. Əsl seçim budur. Sən bugün yaşıl şalvarı giymək istəyirsən ya qırmızını? Sən əvvəl maşınları yığışdıracaqsan, yoxsa kitabları? Axı uşağa əslində yalvaran ana lazım deyil. Tərəddüd edən ana lazım deyil. Hər bir uşağa gəminin kursunu bilən, sakit və qətiyyətli bir kapitan lazımdır. Bu kapitan da sizsiz anacan. Bu kapitan olmaqdan qorxmayın. Sizin əminliyiniz əslində tiranlıq deyil. Uşağınızın gələcəyi üçün ən möhkəm bir dayaqdır. Bizim hamımıza həmişəki kimi böyük uğurlar.